Babayev Elvin Əkbəroğlu 28 fevral 2001-ci ildə Gəncə şəhərində doğulmuşdur. 2008-ci ildə Bakı şəhəri Leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. Elvin çox mərd, vətənpərvər, çox ağıllı bala idi. Evin ilk o evladı idi. Elvin Azərbaycan Dövlət Sərhəd Akademiyasına sənədlərini vermişdi. Hərbiyə çox böyük bir həvəsi var idi. Müharibə zamanı, yəni müharibə başlayandan sonra mən çox həyəcan keçirirdim. Mən başqa, yəni balalarımızı fikirləşirdim ki, televizorun qabağında oturub hər gün fikirləşirdim ki, görəsən ay Allah, müharibə nə vaxt bitəcək, dua eləyirdim ki, yəni hamı balalar öz evlərinə sağ-salamat qayıtsın.